deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Məni bugün 5 sinifində önemli bir gün mənim üçün Azərbaycan tarix yazdı. Azərbaycanın oğulları tarix yazdı. Heç yadıma çıxmır həmən gün biz ki vətən torpağını alanda, həmin dəqiqədə bayrağı əlimizdə necə sevindik, baxmadıq hansı rayon, hansı bölgə. Mən o günkü sevincimi heç nəyə dəyişmərəm. Çox möhtəşəm təqdir. İki oğullarımız dünyasını dəyişdi, aramızdan ayrıldı. Neçə uşaqların ataları itirdi. Baxmayaraq ki, balalarımız atalarını itirdi. Amma balalarımız bugün böyük bir fəxrlə bir park arxasında otururlar. Fəxr olması uşaqlardan biri də kimdir? Xalqın göstərində qəhrəmancasına şəhid olduq bu gün biz sənin atandan fəxr. Sən bil ki, sənin atanda sənin müəllimin var. Bu göz yaşları elə belə deyil, uşaqlar. Göz yaşları hamımızın ürəyindən. Ona görə də hər zaman elçiyə dayaq oluruq. Nə vaxt elçinin nə ehtiyacı olsa, mən müəlliməsi olaraq onun arxasındayım. Mən səni bir baxma təbrik edirəm ki, sən belə bir atanın olmuşsun. Bu bir fəxrdir. Hər kəsin atası var, amma belə ata hər kəsdə yoxdur. Bütün salında mən bütün şəhid ailələrini başsağlığı diləyirəm. Bütün şəhidlərimizin ruhu şad olsun. Gəldi mənə dedi ki, müəllimə, mənim atam şəhid oldu, mənim atam şəhid çəkərsən mi? Müəllimənin sənə hədiyyəsi. Sən də elə asıya oxşuyursan. Həqiqətən, asıya oxşuyursan. Mən ona demişəm, sən fəxr elə ki, sən belə ata. Həqiqətən. vətən. Bu rəsmi oxuduğum Bakı şəhəri 28 nömrəli tam orta məktəbin rəsm müəlliməsi Səkinə müəllimə müəlliməyə təşəkkürlərimi bildirirəm. Vətən